Bura qəhrəman Nurlanımızın otağıdır. Muzeyidir. Allah ruhunu şad eləsin. Allah doğmalarına səbir versin. Elə otaqlar var ki, bəy otağı adı ilə bəzəndi, düzəndi. Analarımızın təsəlli yeridir. Elə otaqları var ki, bağlı qaldı. Arzuları yarı qaldı. Onda qeyd edeyim ki, şəhidimizin vətənə əmanət bir oğul balası var. Allah qorusun. Allah gələcəyini bəxtəvər eləsin. Bugün qəhrəman şəhidimizin şəhadətindən 5 il ötür. 5 ildir ki, cismən aramızda yoxdur, amma daim qəlbimizdə yaşayacaq. Şəhidlərimiz öz qanları ilə, öz canları ilə elə bir iz qoydular, elə bir tarix yazdılar ki, həmişə əbədi yaşar olacaqlar. Bizlər də bir vətəndaş kimi həqiqətən özümüzü onlara borclu sayırıq. Haqları ödənməz heç birinin, nə valideynlərinin, nə şəhidlərimizin. Nə etsək də haqlarını geri ödəyə bilmərik.